Siyavuş müəllim, Ofeliya xanımı sevmişsiniz? Bəli, Doğrudan mı sevmişsiniz? bəli. 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 Bax, bu dəqiqə Ofeliya xanım olsaydı, sağ olsaydı, nə deyərdi Siyavuş müəllim ona? Ne diyerdim? Deyəndə ki, mən ona can sağlığı, istirahət, gözəl günlər arzulayardım ki, necə arzulamışam vaxtında arzulayardım ki, yaxşı olsun. Yaxşı olsun. Siyavuş müəllim, əgər yenidən həyatınız qayıtsaydı, Ofeliya xanımdan mehriban yaşayardınızmı bir yerdə? Yox. Yaşaya bilməzdiniz. Çünki nəyə görə? Mən də azdırmağı, azmağı çox sevmişəm onlardan. Bax, indi nəyə etiraf edərsiniz ki, Ofeliya xanımın ruhu qarşısında nəyə etiraf edərsiniz? İstərdim ki, daima o yaddan çıxmasın. Ruh getdikcə, uzaqlaşdıqca elə bilirəm ki, O özü yaxınlaşır. Onda siz görürsünüz də Ofeliya xanımın ruhunu. bəli, Tez-tez görürsünüz yaşadığınız evdə onun ruhunu. bəli. Görürsünüz. Nə deyir sizə? Onun ruhu nə deyir sizə? Daima onu incik qoymayaq.